14 fevral tarixində Ədalət Partiyasının qərargahında İlyas Abbasoğlu İsmayılovun xatirəsinə həsr olunmuş konfrans keçirildi. Tədbiri partiya sədri Mütəllim Rəhimli açdı. O qonaqları salamladı, konfransın məqsədini izah etdi və İlyas müəllimlə yanaşı Azərbaycan Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırdı. Mütəllim Rəhimli çıxışında İlyas İsmayılovun Azərbaycan hüquq sisteminin formalaşmasında və müstəqillik dövrü dövlət quruculuğunda mühüm rol oynadığını vurğuladı. Azərbaycan dövlətində ən böyük sərvətlərindən biri məhz İlyas İsmayılovun. Özünün yaradıcı təfəkkürü, dövlətçilik bacarığı ilə hər zaman Azərbaycan Respublikasını dəstək verib, hansı vəzifədə işləməsindən asılı olmayaraq və hər zaman dövlət mövqeyindən çıxış edib. Tədbir çərçivəsində İlyas İsmayılovun həyat və fəaliyyətini əks etdirən foto və video təqdimat nümayiş olundu. Arxiv və ailə fotoları iştirakçılarda dərin təəssürat yaratdı. Təqaüddə olan baş ədliyyə müşaviri Ələmdar Məmmədov İlyas İsmayılovun peşə fəaliyyəti, prinsipal xarakter və insanlara münasibətindəki yüksək mənəvi keyfiyyətlərdən danışdı. İlyas müəllim hamımız bilirik ki, o həyatının müəyyən dövrlərində müəyyən çətinliklər olub. Məhz o ədalətinin çoxluğundan. Adətən belə bir deyim var, İlyas müəllim çox təvazökar adam olur. Məhz ədalətin libası, paltarı elə təvazökardır. Keçmiş prokurorlar, baş ədliyyə müşavirləri və ali məhkəmə üzvləri İlyas İsmayılovun peşəkarlığını, qanunun aliliyinə sadiqliyini və gənc hüquqşünaslar üçün məktəb rolunu vurğuladılar. Konfransda iştirak edən şairlər və ictimaiyyət nümayəndələri İlyas İsmayılovun etik davranışı, insanlıq keyfiyyətləri və ictimai nüfuzundan danışdılar. Ədalət Partiyasının rəhbərliyi İlyas İsmayılovun ideyalarının partiyanın gələcək fəaliyyətində əsas istiqamət olduğunu bildirdi. Konfransdan sonra iştirakçılar İlyas İsmayılovun məzarını ziyarət etdilər. Sonda Gündüz İsmayılov tədbir iştirakçılarına ailə adından minnətdarlığını ifadə etdi. Allah cəm ölənlərimizə rəhmət eləsin. Ruhları şad olsun etimadının da, İlyas əmin də. Bütün ölənlərimizə Allah rəhməti. Çox sağ olun, əziyyət çəkdiniz. Ailəmizin adından sizə təşəkkür edirik. Xeyir işlərdə görüşək.